Herkese salamlar. Bugün sizinle yeni bir videoyla karşınızdayım. Bugünkü videomuzda getdik Nadir Xan Əfşanın tabiyinə keçdik. Onun bir komandir olduq və bu gün də onunla müharibə planı Osmanlı dövlətinə qarşı biz də müharibə planı başladıq. Və ilk olaraq gəlib buradan İstanbul şəhərini mühasirəyə alıb fəth üçün hazırlıqlara başladıq. Görək nə olacaq? Şəhəri fəth edə biləcəyikmi? Əfşa dövlətinə qarşı müharibəyə bizzat yönəldirik hücumu. Müharibə başlayır. Bu da gördüyünüz kimi süvarilərimiz şəhər üstünə doğru hərəkətə keçir. Allah Allah deyin. Ordular hücuma keçir. Biz də qılıncımızı çəkib hücuma çıxaq. Ordunun ortasında bir komandir olaraq bu da Osmanlı okçuları bizi oklayır və bir dənə şəhərə gedirsək bəsdir. Elə gedib öpüsür. Yaşam müharibə başladı. Osmanlı qüvvələrlə sinə-sinə döyüş başladı artıq. Onlar şəhəri və rahat təslim etməyəcəyini biz də bilirik. Hücumuzu çəkək buradan. Ya Allah. Allah Allah. Ya Allah. Sen de gel. Sen kimsən bunu o dedin əsgərlərlə qarşı belə edirsən? Bu möhtəşəm şəkildə xandan buraxmış. Gözləmək tərbiyədən. Vurun igidlərim, vurun. Vurun. Əfveri. Vurun. Vurun. Oy 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 oy. Gələnlərə görürsünüz yəni. Bir qıza keçək. Yoldan dayanıraq gələcəkini görən. İstanbul'u fethedip Nadir Xan Əfşar dövlətinə qalacaq. Yəni artıq o da bir xanədanı. Yəni bir şəhər olacaq. Bəlkə şəhəri bizə verərlər idarəsinə. Vurun. Vurun. Yenidən gəlirlər. Başı ucumuz vuruşuruq və oxçu bidikləri atıb düşmənə zərər verməyə çalışır. Vurun. Vurun igidlər. Vurun. Bunlar hamısı kənddən gəlir. Nədən olsun, əsas qüvvənin daxilində belədir. Vurun. Yetişələri vurun. Vurun. Xanədan türkməniyən əsgərləri vurun. Amin, amin. Düşmənə qarşı amin. Elə igidlər vurun. Vurun siz. Haydi indirin. İstanbul artıq fəth olacaq. Vurun. Vurun. Burada aşağıdan dəstək deyil. Vurun. Vurun xanədan düşmən əsgərləri vurun. Vurun. Allahu Akbar vurun. Möhtəşəm bir şəkildə məğlub edirik. Alacağım bu sizdən. Vurun, haydi igidlərim, vurun. Xanədan türkmən əsgərləri də var, vurun. Şəhər düşməyib, fikir verirsiniz. Vurun, tutan əsgəri. Haydi, Bismillahirrahmanirrahim. Bak. Bitti. Bitti. Şəhərdə 170 nəfəri yol düşməni məhv etdik. 301 dənə etdik. Barbaros Xeyrəddin Paşa, əsrimsən. Dedik, Barbaros Xeyrəddin Osmanlının əfsanə dənizçisinin əsl adı İstanbulun da mana verilməsini istəyir və artıq Osmanlı dövləti İstanbul itirir və İstanbul artıq xanədan türkmənin bir yurdu olur. Burada əsgər qoya bilərik həmən. Burada
Əsgərlərimizi də buraya qoyuruq. Burada artıq 93 nəfərlik bir əsgər var. Buraya elə asan-asan girələr bilməzlər. Bugünkü bölümümüzün də sonuna gəldik. Kanalımıza abunə olub like atmağı unutmayın. Content Plate var. Band Osmanlı modu isə artıq səhərsi gün gələcək. Bugünkü videoyu yükləyəcəyik. Sağ olun, sonra.